Rəfiqəm mənə demişdi ki, bugün səhər yeməyinə çıxacağıq, amma əslində məni başqa bir rəfiqəmizin evinə apardı. O qədər xoş oldu, sürpriz oldu. Gəlin bir yerdə hazırlaşaq. Salam gözəl və baxımlı xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzəlayevdir. Burada mövzu kosmetika, qulluq, baxım, makyaj, saç, gözəllik və ümumiyyətlə qadınlara aid olan bir çox şey. Əgər maraqlıdırsa, səhifəyə abunə olun, zəng düyməsinə klik edin ki, hər bir yeni çıxan videodan xəbərdar olasınız. Həmçinin bu videoya like qoyun və fikirlərinizi mənimlə bölüşün ki, bu kanalda ən çox hansı videoları görmək istərdiniz. Biz isə başladıq. Saçlarıma fikir verməyin. Mən onları dünəndən vurdum ki, bugün səhər saçlarımla məşğul olmayayım, çünki vaxt yoxdur. Nəysə, hələ ki belə qalsın, makyaj edərkən bizə mane olmasın, sonra baxarıq onlarla nə edəcəyimizi. Üzümü səhər yudum, nəmləndirdim. İndi isə makyaja başlaya bilərəm. İstifadə edəcəyim tonal krem Jade'dəndir. Örtücü tonal kremdir. Tərkibində 50 SPF faktor var. Məndəki nömrəsi 310 nude. Düşünürəm ki, indi hal-hazırda mənə ideal olacaq. Çünki mən də axır vaxtlar dənizə gedirəm və biraz qaralmışam. Görək indi bu tonal kremin rəngi məndə necə olacaq. Mən tonal kremi nəm süngər vasitəsilə tətbiq edirəm. Bax, belə teksturası var və mat finişlidir. Biraz tündür qızlar. Yoxsa yox? Yaxşıdır. Biraz tündür, amma biraz da əlavə eləmək lazımdır. Çünki bəzi yerlərdə baxıram ki, çatmadı. Amma əlavə eləmək istəmirəm. Çünki qalan yerlərdə konsiler vasitəsilə örtə bilərəm. Konsiler olaraq Pupa'nı seçmişəm. Wonder Me 3'ü birində olan konsilerdir. Bu həm korrektordur, həm konsilerdir, həm də bundan tonal krem kimi istifadə eləmək olar. Ona görə 3'ü birində adlanır. Amma deyim ki, mən bu tonal kremi nə qədər çox sevsəm də qablaşmasını bir o qədər sevmirəm. Çünki bu başlıqdan dolayı nə qədər təmizləsən də buraları xeyri yoxdur. Yenə də eyni çirklənir. Qapağı da həmçinin çirk olur və məhsul çox gəlir. Bu da yaxşı deyil, gərək az gəlsin. Çünki məhsul çox gələndə sonra onu yığıb yığışdırmaq da olmur. Gözaltı qırışlar bu xətlərə də dolur, eləyir və s. Ona görə də onu ehtiyatla işlətmək lazımdır. Ehtiyatla işlədəndə hər şey superdir bu konsilerlə. Çox sevirəm, amma çox vuranda dəhşət baş verir. Bir damcı sıxırıq ki, məhsul gəlsin. Bir damcı. Və salam, bizə bəs eləyir bu qədər. Mən heç bunu götürüb birbaşa belə vurmağı xoşlamıram. Mən adətən balaca fırçanı götürürəm, onu bura batırıram və sonra göz ətrafıma yavaşca vururam. Az vururam daha doğrusu. Amma bugün süngərlə konsileri tətbiq edəcəyim üçün bugün məcburam bu formada vurum. Amma eybi yoxdur. Hara ki tonal krem çatmamışdı, o hissələrə də konsiler vuracağam. Hələ ki bəsdir, lazım olanda həmişə əlavə etmək olur. Və konsileri də həmin süngər vasitəsilə dağıdıram. Mən tələsirəm, ona görə süngərdən istifadə edirəm. Çünki süngər vasitəsilə çox tez alınır. Həmçinin hara gedəcəyimizi də bilmirəm. Rəfiqəm mənə zəng vurdu. Dedi ki, səhər yeməyinə gedək. Mən razılaşdım. Sonra dünən ondan yazdım, soruşdum ki, bəs harda görüşəcəyik? Mənə dedi Qatar stansiyasında, təsəvvür edirsiniz. Qatar stansiyasında demək o deməkdir ki, biz harasa başqa şəhərə gedəcəyik. Və nə bilim, biraz çaşdım. Hara gedəcəyimizi yenə də tam demədi. Mən də soruşmadım. Çünki olur biz arada elə edirik ki, sürpriz. İstifadə edirəm She Glam. Nömrəsi Soft Tam. Likid konturdur. Elə yəqin ki, bunu da vaxtda ekonomiya etmək üçün süngərlə tətbiq edərəm. Skulptur. Üzü konturlamaq üçün istifadə olunur. Vaxtımın qutarmağıma az qalıb deyə sözündüzü istifadə edirəm. Deməli, iyul ayında vaxtı qutarır. 7-ci ay. Biraz da olsun istifadə edeyim. Vaxtı keçəndən sonra nə hala düşəcək, bunu heç kim bilmir. Bəlkə də yaxşı olacaq. Belə produktlar var ki, onların vaxtı keçsə də problem yaratmır. Yəni, əvvəlki kimi işləyir və üzdə də nəsə bir reaksiyaya yol açır. Blush olaraq yenə She Glam istifadə edəcəm. Bunun isə nömrəsi HH adlanır. Bu da likid blushdır. Belə üzümü alma yanaq elədim. Zarafat bir yana, yəni həmişə belə istifadə edirəm də. Sonra bunu dağıdırıq. Dağıtmamışdan qabaq gülməli görünə bilər. Amma dağıdandan sonra çox gözəl görünür.
Bronzer də Pupadan Dessert Bronzing Powder adlanır. Yəni mən ingilis dilində oxuya bilmirəm, amma çalışıram. Nömrəsi də səhv eləmirəmsə 002-dir. Ömrümün axırına qədər bəs eləyəcək pudra. Pudra yox, bronzer. Görürsüz, üzümüz o dəqiqə isindi. Burnumdan isə bu formada vuracağım. Alnımıza da biraz bronzer vuraq. İndi də mən highlighter vurmaq istəyirəm. Highlighter Bobbi Brown'dan Pudra Touch Eclat adlanır. Pink Glow. Bu formadadır. Bu highlighter'ın da verdiyi effekti çox bəyənirəm. Təbii görünür, yəni zər-zər qalmır. Biraz da belə nəm effekt verir. Pudra isə Givenchy Prisma Libre. Çox bəyənirəm bu pudranın effektini. Bu dörtlü formadadır. Bunun toz formada olanı da var, amma niyəsə o daha belə qəşəng blurlaşdırır. Amma niyəsə onu almaq istəmədim. O mənə maraqlı gəlmədi. Biləndə ki, o pudranın bu formatda olan variantı da var. Görən kimi sifariş vermək qərarına gəldim. Mən toz pudralar istifadə etməyi xoşlamıram. Etmişəm ya da heç vaxt etməyəcəm də demirəm. Bəli, zaman olub ki, istifadə eləmişəm, amma onlar mənə rahat deyil. Mən belə adi pudraları sevirəm. Yəni baking falan eləmədiyim üçün də bu mənə kifayət eləyir. Pudra blurlaşdırır və dəri tonunu bərabərləşdirir. Ümumiyyətlə burada görürsünüz 4 rəngli. Bunların hərəsinin özünə məxsus bir funksiyası var. Bunu göz altına tətbiq etdikdən sonra fırçada qalanları, yəni əlavə məhsul götürmürəm. Fırçada qalanları üzümün digər hissəsinə vururam. Üz makyajımız belə alındı. İndi isə biz keçirik qaşlarımıza, gözlərimizə və dodaqlarımıza. Yəni növbədə qaşlar var. Qaş geli olaraq Careline istifadə edəcəm. Bu İsrail brendidir. Qaş sabitləyici gel, şəffafdır gördüyünüz kimi. Belə qablaşması da qəşəngdir. Mat qablaşması var. Artıqlarını götürməyə çalışıram. İki tərəfli fırçası var, çox maraqlıdır. Bu uzun olanla qaşlarımı birinci əks istiqamətə doğru darayıram. Hər ikisini. 10-15 saniyə gözlədikdən sonra fırçanın kiçik tərəfləri ilə qaşlarımı daramağa başlayıram. Yəni düz istiqamətə doğru. Ən axırda yenə uzun tərəfi ilə ümumi bir darayıram. Vəssalam, bu görüntü ilə də kifayətlənirəm. Necə oldu? İndi yadıma düşdü ki, ənlik istifadə eləmədik. Yəni likit ənlik istifadə elədik, amma quru ənlik istifadə eləmədik. Mən bu paleti bilmirəm göstərim yoxsa yox, çünki bu palet hazırda satışda yoxdur. 2022-ci ilin buraxılışıdır, səhv eləmirəmsə, bəli 2022. Amma burada belə bir rəng var. Tətbiq edirəm. Qaşlarım tam quruyana qədər Estee Lauderin paleti ilə gözlərimi işləmək istəyirəm. Bu paleti də göstərdiyim üçün üzr istəyirəm. Bu palet də hal-hazırda satışda yoxdur. Bəlkə də düşünəcəksiniz ki, kosmetikalarım köhnədir. Yəni paletlər burada köhnə ola bilər. Mən qeyd edeyim ki, çünki mən trendlərin dalınca qaçmıram. Düzdür, bir zamanlar mənim də həvəsim var idi uşaq olanda, hansı ki 20-25 yaşlara qədər. Niyə uşaq deyirəm? O vaxt insanın daha çox həvəsi olur və yeni nə çıxırsa düşünürsən ki, bu səndə də olmalıdır. Sonra başa düşdüm ki, bunlar hamısı bir növ hilədir. Niyə insan əlində olanlarla yəni xoşbəxt ola bilmir? Əgər əlimdəki kosmetikalardan razıyamsa, əgər onlar məndə bir problem yaratmırsa, niyə hər çıxan şeyi almalıyam? Yəni nəsə trenddir, nəsə yeni çıxırsa, o dəqiqə qaçıb almalıyam. İnsan özündə belə bir məcburiyyət hiss eləyir. Ona görə də böyüdükcə insan ağıllanır və başa düşür ki, əslində məhsullarını xoşlayırsansa, ondan razısansa, sən ondan istifadə edə bilərsən. Şərt deyil ki, yeni çıxan hər şeyi gedib alasan. Hər şeydə trendlərin dalınca qaçmağa məcbur deyilsən. Sənin xoşuna gələn, sənə yaraşan və sənin işinə yarayan kosmetikalardan istifadə edə bilərsən. Bunun trendə və yaxud da başqa şeyə dəxli yoxdur. Əsas odur sənə necə rahatdırsa və kosmetikaların sənin xoşuna gəlirsə, burada bir problem də yoxdur. Eyni fırça ilə yenə eyni rəngi gözlərimin alt hissəsinə də tətbiq edəcəm. Çöldən səslər gəlirsə üzrlü hesab edin. Mən mikrofondan istifadə etmədim. Çünki ötən videoların birində bir xanım yazmışdı ki, bəs səs gəlmir. Mən başa düşdüm ki, bu mikrofondandır. Mikrofon səsi yaxşı etmək əvəzinə əksinə alır. Düşündüm, yeni mikrofon gedib alana qədər və ya onu sifariş edənə qədər mikrofonsuz da çəkmək olar. Eyeliner vurmağı xoşlamasam da, amma bugün düşünürəm ki, eyeliner vura bilərəm. Və həmin fırçanı götürürəm, əlimin üzərində belə eləyirəm ki, o əvvəlki tendəki artıqlar geçsin. Elə həmin fırça ilə də üzümə vurduğum ənlikdən götürürəm.
gözlərimin üzərinə vururam ki, qoy makyaj biraz yəni harmoniya təşkil etsin. Yəni uyğunlaşsın bir-biri ilə rəng baxımından və onu da bütün göz qapaqlarıma tətbiq edirəm. Sizin icazənizlə mən biraz bir şeylər içmək istəyirəm. Mənim laynerim quruyubdu, çünki mən illərdir layner vurmuram. Yalan olmasın, axırıncı dəfə nə vaxt vurmuşam bilmirəm. İnşallah alınar, balaca layner istəyirəm, böyük layner istəmirəm. Qızlar özü başa düşür, həmişə balaca çəkmək istəyirsən, yekəldə gedirsən sonra o eyeliner'i. Yenə də ikisi bir-birinə oxşasın deyə. Axırda da kaşmar. Geçən dırnaq fırçasıdır. Çoxdan almışam, çoxdan da istifadə eləmirəm. Amma fikirləşirəm ki, eyeliner çəkəcəmsə, mənə balaca bir şey lazımdır. Balaca uclu fırça lazımdır. Görək nə olur. Fırçanı idarə edə bilmirəm. Heç bilmirəm bununla necə alınacaq məndə. Yəni, çətin gəlir mənə. Amma yoxlayaq, yoxlamamış bilə bilməliyik. Ay, inşallah hər şeyi məhv eləmərəm. Qərar verdim, fırçanı tullayıram. Fırça gedir zibil medrəsinə bir mənalı şəkildə. Bu nədir? Mən bunu nağılla almışam. Belə, Liner Inglot'dandır. Mən də Inglot'un öz fırçasını götürürəm. 31T. İndi bu fırça ilə çəkməyə çalışacağım. Bu fırça da ucu neçə ilin fırçasıdır. Bilmirəm alınacaq yoxsa yox. Alınmaqda alınacaq, qəşəng eyeliner alınacaq. Amma mən kiçik istəyirəm. Ona görə kiçik başlıq götürmüşdüm. Bu başlıqla amma bilmirəm. İdeal olmaya bilər eyelinerlər. Amma demişdim ki, balaca istəyirəm. Yenə də uzun alındı. Ona görə də saxladım. Kifayətləndim. Eyni deyil bilmirəm. Yaxşıdır, yəni mənə qane eləyir. Okay. Tuş olaraq yenə həminki bu tuşu istifadə edəcəm. Düzdür, mən demişdim ki, bunu özümdə çox da bəyənmirəm. Amma dediyim kimi, mən bunu hiss eləmirəm gözlərimdə nəsə var. Bununla olduqca rahatdır mənə və mən ona görə də bunu vururam. Dediyim kimi, çox qəribə münasibət bəsləyirəm ona qarşı. Özüm də başa düşmürəm. Amma yox, daha çox sevirəm deyəsən bunu. Olur elə hiss ki, hansı ki evə gəlib tez makyajı yumaq istəyirsən, çıxartmaq istəyirsən, nə bilim gözlərində ağırlıq hiss edirsən, yorğunluq hiss edirsən. Məsələn, bu tuşla mən elə bir şey hiss eləmirəm. Qoy qalsın gecəyə qədər. Yenə də hiss eləmərəm ki, gözlərimdə nəsə var. Bir söz deyim, bu tuş quruduqca ya da qurtardıqca fırçaya daha az gəlir. Daha az gəldikcə də gözlərdə effekti də yaxşı olur, yəni kirpiklərdə. Əvvəl çox gəlirdi, kom gəlirdi və bir-birinə yapışan kirpiklər sonda əmələ gəlirdi. Amma indi elə bir azaldıqca daha incədir. Duşumuzu da burada qurtardıq və mən son olaraq göz makyajında belə bir şey eləmək istəyirəm. Highlighteri götürürəm kiçik incə bir fırça ilə, onu göz pınarlarıma vururam, yəni gözlərin ön hissələrinə. Belə olanda baxışlarımız daha aydın, daha mənalı və daha gözəl olur. Həmçinin üzdəki o yorğun görünüş də getmiş olur. Yuxusuzsa, yatmamısınızsa, məsələn bu hiylə çox yaxşı variantdır o görüntünü gizlətmək üçün. Günəş də bizi tərk eləyir, işıq getdi, eybi yox, ümid edirəm ki, gələr. Qaşlarımı şəkilləndirmək istəyirəm, MAC-ın qələmini vuracam. Bu qələm nə adlanır, oxuya bilmərəm bunu sizin üçün. Yəni heç cürə, Hikari, nömrəsi Hikari adlanır deyəsən. Nəysə, vuraq görək. Rəngini sevmirəm bu arada, amma MAC olduğu üçün ata da bilmirəm. Niyə atım axı? Amma rəngi düşmür. Ümumiyyətlə bu nə rəngdir başa düşmürəm. Mən onu qaşlarımın ucundan başlayaraq çəkə-çəkə gətirirəm, amma çox yumşaq. Çox yumşaq formada bunu edirəm. Çünki istəmirəm ki, qələmin rəngi bilinsin. Bir fərq görürsünüz. Yəni çox az vurdum. Eyni şeyi digər qaşımda da təkrarlayıram. Ucundan çəkə-çəkə yumşaq toxunuşlarla qələmi gətirirəm önə. Həm də niyə yumşaq? Çünki gelimiz var, yəni qaşlar yerindən qopa bilər. Qaşlar yerindən qopa bilər dediyim, yəni odur ki, qaşlar tərpənə bilər də. Biz axı onları sabitləmişik, bu bizə lazım deyil. Nəysə, bu qədər bəsdir məncə. Qaşlarımda boşluqlar görürsünüz, amma bunun rəngi mənə düşmür. Qaşlarımı bu rəngdə eləyə bilmərəm. Həmçinin dediyim kimi gel vurduğumdan dolayı çox işləmirəm qaşlarımın üzərində. Çünki gel onları yapışdırıb, qələm isə onları şey eləyəcək. Yəni yerindən tərpədəcək, istəmirəm bunu. Gəlirik dodaqlara və yavaş-yavaş bu gözəl videomuzu yekunlaşdırırıq. Mənə fikir verin. Oy. Sər olduğu üçün hələ özümə gəlməmişəm. Bu qələmi yeni almışam, amma mən bu qələmdən artıq tanışam. Catrice'in Plumping Lip Linerlərindəndir.
Məndəki nömrəsi Manhattan'dır. Amma mən Catrice'in Plumping Lip Linerlərindən həmişə 150-ni alırdım, neçəni alırdım. O da Queen Vibes adlanırdı. Sonra bir dənəsi də var idi, onun nömrəsi adı yadımda deyil. Nəysə, onları çox bəyənirdim. Bu lip linerlər nə edir? Deməli, dodaqları daha həcmli göstərir. Həqiqətən də bu linerlər bunu bacarır. Amma Manhattan nömrəsini mən bəyənmədim. Sözün düzü ilk dəfə yoxlayacağım bugün dodaqlarımda. Sizinlə ilk təcrübəmiz olacaq. Amma dünənləri açdım, baxdım, alandan sonra da, yəni ağıl işləmir. Alandan sonra gətirib evdə açıb baxıram. Başa düşdüm ki, bu rəng mənim istədiyim rəng deyil. İndi yoxlayaq, bilmirəm, bəlkə bəyənə də bilərəm. Mən belə özü-özündən başa düşməyən insanam. Nəysə, prosta dedim, həmişə eyni rənglərini alıram da, bu dəfə də dəyişiklik olsun. Qapağına baxıb aldım. Mən biraz qalın çəkdim. Eyb yoxdur. İndi isə dodaqlarımızın üstünü işləyək. Bu qələmləri bitdikcə alıram. Bir də ən sevdiyim tərəfi nədir? Avtomatikdir. Yəni özünüzdən qələm yonan götürmürsünüz. Ay Allah, heç sevmirəm qələm yonmağı, heç. Yəni əlimdə olsa bütün qaş, göz və dodaq qələmlərini hamısını avtomatik alaram. Sevmirəm mən qələm yonmağı, nifrət edirəm. Bilmirəm niyə. Bu dəqiqə niyə əsəbləşdim, onu da bilmirəm. Yəni o dərəcədə düşünün, zəhləm gedir qələm yonmaqdan. Özümü məktəbdə rəngli qələmlərini yonan uşaq kimi hiss edirəm. Mən sizə dodaqları necə həcmli göstərdiyini göstərmək üçün bir tərəfinə vururam qələmi ki, fərqinə baxasınız. Görürsünüz? Əslində mənim dediyim rənglər daha yaxşıdır. Onlar super nude, super neutral tonlardadır. Yəni onlarla istədiyin qədər qırağa çıxa bilərsən. Bu bilinmir, elə bil öz dodağında. Belə tünd rənglərdə isə qırağa çıxan kimi o dəqiqə bilinir, amma eybi yoxdur. Nə varsa o da var. Yəni almışam, istifadə edəcəm məcbur. Başqa variantım yoxdur. Niyə demirsiniz, kofem soğuyur? Bax, çöpü götürüm mən. Bu belə bıx kimi qalıb bu qələm. Mən belə görüntünü xoşlamıram. Xoşlayıram. Belə formada qəşəng ambre eləmək olar. Açıq rəngli pomada vurursan, üzərindən də bir dənə gloss vurursan, olursan cool girl. Amma mənə lazım deyil hal-hazırda. Mən bu görüntünü bir qədər yumuşatmağa çalışacağam. Təmiz qulaq çöpü götürürəm. Dodaq boyası olaraq isə Lancome istifadə edəcəm. 274-dür deyəsən, orada nömrəsi görmürəm. Hələ rəngi uyğun gəlir bu makyajla, bu qələmlə. Ay, nə gözəl oldu üzümüzün korreksiyası, dodaqlar, gözlər, bəh. Pomadada biraz qərarsız qalmışam, ona görə videonu uzatdıqca uzadıram. Biraz baxmaq istəyirəm ki, görüm necə alındı. Bəlkə nəsə əlavə elədim, bəlkə sildim, başqa bir şey vurdum. Saçlarıma fikir verməyin, onları gedəndə düzəldərəm. Belə işlər. Mən yəqin ki, heç nəyi dəyişməyəcəm, çünki çox dəhşətli dərəcədə uyğunsuz bir şey görmürəm. Biraz dodaqlarda şübhə ilə qaldım, amma indi baxıram ki, çox da pis deyil sanki. Yəni dəhşətli dərəcədə uyğunsuz, gözümə bir şey görünmür. Amma biraz bunu dağıtmağa çalışıram bu qələmi. Qələm biraz tintdir. Bronzer istifadə eləmək istəyirəm. Bizim sizin də bugünkü makyajımız belə alındı. Kanalıma abunə olun və makyajı bəyənib bəyənmədiyinizi şəhərlərdə mənə bildirin. Mən isə sizi öpürəm, qucaqlayıram. Hələlik.